Adım Anjelinadır. 46 yaşım var. Gürcüstanda anadan olmuşam. Orada böyümüşəm. Gürcü-Abxaz müharibəsi başlayanda bizi Vladimir şəhərinə köçürdülər. Daha sonra biz nənəmin yanına, Moskvaya getdik. Orada mən gələcək övladımın atası ilə tanış oldum. Fazil mənim həyatımın ilk eşqi idi. Bizim çox gözəl münasibətimiz vardı. Bu münasibət 2 il davam etdi. 2 il sonra mən hamilə qaldım. Ailəm bunu öyrənəndə bu vəziyyətə qəti şəkildə qarşı çıxdılar. Bu uşağın dünyaya gəlməməsi üçün əllərindən gələn hər şeyi etdilər. Hətta məni məcbur etdilər ki, uşağı tələf edim. Lakin mən qaçdım. Bu vəziyyəti uşağımın atası da öyrəndi. Biz onunla görüşdük. Mən ona hər şeyi başa saldım. Amma o da mənə dedi ki, uşaq tələf olmalıdır. Onu qınamadım. O qorxurdu. Biz demək olar ki, uşaq idik. Onda mənim 16, onun isə 22 yaşı vardı. Bu söhbətdən sonra Fazil mənimlə əlaqəni kəsdi. Ailəm heç cürə uşağı qəbul edə bilmirdi. Anam və bacım məni təhdid edirdilər. Deyirdilər ki, uşağın onsuz da səndə qalmayacaq. Onu uşaq evinə verəcəyik. Mən uşağı dünyaya gətirdim. Onu məndən alacaqlarından qorxduğum üçün təkrar Fazillə əlaqə qurdum. Biz ortaq dostumuz Rövşənin vasitəsilə görüşə bildik. İlk dəfə tanış olduğumuz parkda görüşdük onunla. O sevincli idi. Mən düşünürdüm ki, o elədiklərindən peşmandı. Axı bizim qızımız olmuşdu. Biz ailə ola bilərdik. Amma yox. Fazil məni aldadıb həmin görüşdə qızımı məndən oğurladı. Bu hadisədən sonra mən qorxunc vəziyyətə qaldım. Ailəm məni inandırmağa çalışırdı ki, sən uşaq dünyaya gətirməmsən, o tələf olub. Təsəvvür edirsiniz, öz ailəm mənə aşılamağa çalışırdı ki, sənin psixoloji problemin var. Lakin mən onlara inanmırdım. Çünki uşağın doğum haqqında şəhadətnaməsi vardı. Moskva şəhərində anadan olmuşdu. Onun qoxusu, görünüşü, bunları bir anaya necə unutturmaq olar axı? Övladım həmişə mənim qəlbimdə olub. Onun varlığından mən həmişə əmin olmuşam. Dəfələrlə uşağımı axtarmağa çalışmışam. Hətta onun babasının nömrəsini tapıb zəng etmişəm. O mənə sərt şəkildə dedi ki, sən o uşağı heç vaxt görməyəcəksən. O sənin uşağın deyil. O zamanlar mənim gücüm yox idi. 16 yaşlı bir qız idim. Köməyim yox, dəstəyim yox. 15 il bundan öncə mən bir daha onu tapmağa cəhd etdim. İnternet vasitəsilə mən Fazili tapdım. Amma o yenə də hər şeyi məhv etdi, inkar etdi. İnanıram ki, qızım yaşayır. İnanıram ki, bir gün onunla görüşəcəm. İnanıram ki, o məni bağışlayacaq. Dağ başında bir gül gibi boynu bükük kalan yarim, dikenleri acımadan yüreğime eken yarim, bir kez sana ben kendimi unutmuşum, ey aşkın ile kavrulmuşum. Sevdan beni kül eyledi, aşkın ile kavrulmuşum. Sevdan kül eyledi, benim varım. Leyla, bacın. Boynum bükük, dağ ceylanım. Benim varım, benim varım. Kök kokulu. Düz 28 ildən sonra Leyla anasına qovuşdu, yüzünü görmədiyi o parkda atası tərəfindən Rus
Rusiyada uğurlanıb Azərbaycana gətirilmişdi. Üstündən 28 il keçib əziz tamaşaçılar. 5 il öncə sən axtarırama müraciət etmişdi. Bir adla yola çıxmışdıq. O da bu qadındı və səni axtarıramı mən alqışlayıram. Təşəkkür edirəm gəldiyin üçün. Təşəkkür edirəm gəldiyin üçün. Təşəkkür edirəm sənə. Gözün aydın, çox əziyyət çəkdin. Bu qız səndən uğurlandı ama 28 ildən sonra sən ona sarılırsan. Çox ağır günlər keçirtdi. Ona hətta məcbur edirdilər, psixoloji təsirlər edilibdi ki, sənin qızın olmayıb, sən yuxu görmüsən. Yalandı ama sən haqlı olduğunu sübut etdin. Qarşında Leyla'dır. Buyur, mikrofon. Eşitmir ki. Çok heyecanlısın. Спасибо. Самое главное это передача, что соединили, Sağ olsun. что соединили Bu наши program ki сердца и мое разбитое yüreğlerimizi, сердце. Дай Бог вам здоровья и benim, долгих лет жизни. parçalanmış, Также ваше yaralı процветание, yüreğimi ваша передача. birleştirdiniz. Спасибо. У меня просто нет эмоций и слов. Çox sağ olun. Mənim sözüm belə yoxdur, emosiyam belə yoxdur. Çünki sən 28 ildir bunu yaşayırsan. 28 лет, 30 лет я это все проживала, но меня скорректировала немножко ведущая, говорит, что 28. Сколько лет я отмечала день рождения, одна без нее, поэтому я Mən чуть-чуть neçə illərdir ki, запуталась. ad günü keçirirəm, onsuz ad günü keçirirəm, qızımsız ad günü keçirirəm, amma hər dəfə o ad gününü keçirirsən sən. Həmən günü, doğulan günü. Каждый год, надеюсь, в этот раз мы вместе навсегда будем. Еще 30 лет, и еще 30 лет будем вместе отмечать день рождения. Bundan sonra bir yerdə doğum günlərini, doğum günün, nə vaxtı doğum günü Leyla'nın? Сейчас я, честное слово, я расстроилась, я ничего пока не могу сказать. Я очень переживала, очень переживала. Stres yaşayır. Leyla doğum günü. Много лет очень не видела. февраля. Надежда, как говорится, умирает последняя. Вот, наконец-то, мы нашли этого rебенка. Вы не представляете, что это такое 30 demişdilər лет. ki, qızı ölüb, gah qızı ölüb, gah qız Ждать. yoxdur, gah dünyaya gətirməmsən. Очень много кто говорил, что она вообще не sуществует. Çox Также insanlar deyir я ki, не o знаю, artıq каким həyatda чудом yoxdur. она родилась и каким чудом она выжила. Такая красивая, замечательный человек. Это я не знаю, это, наверное, Deyir Богу ki, нужно говорить o спасибо. necə çətinliklərlə doğuldu və nələr yaşadıq, amma indi qarşımda çox gözəl bir qız dayanıbdı və mən çox xoşbəxtəm. Hər zaman da xoşbəxt ol. Heç vaxt ayrılma. Спасибо вашей передаче, что мое сердце разбитое, также, я надеюсь, моей дочке сердце разбитое. Mənim Соединили. ürəyim də deyir, Спасибо вам огромное, Yaralı, ваша передача. qırğın, mənim Dolgi qızımın da жизни. qəlbi qırıq idi, amma indi o düzəldi. Buradan sənə bu günü yaşadan Fazilə nə demək istəyirsən? Что я хочу сказать? Я хочу Фазелю сказать то, что я надеюсь, что у него совесть проснулась, и когда он мне деньги давал на аборт, он, наверное, хочет проявить свою, как сказать, совесть, совесть, чтобы у него было все-таки чисто. Вы понимаете? Deyir Fazilə, Kesin deyir, mən onu gözləyirəm, bəlkə vicdanı var. o uşağı tələf etdirmək üçün pul veribdi o vaxtı, amma o Uşaq olandan sonra götürüb baxıb da biraz. uşaq olandan da были sonra против bu этого qadında rебенka. qalmasın deyə Sahib çıxıb da, qaçıb. Çünki qadının ailəsi Все zaten были против этого istəmirdi də ребенка. uşağı. Я не знаю, каким чудом она просто родилась. Bütün И, hər слава kəs bu Богу, uşağın здоровенькая, əleyhinədir, onun dünyaya красивенькая. gəlməsinə.
понимает, что я Qarşında еще nə могу qədər сказать. gözəl, özə bacısına oxşuyur, eyni, hə? Sən sonradan ailə qurdun və çox gözəl bir qızın da doğuldu. O qızın adı nədir? Leyla bilsin. Ангелина. Angelina. Siz Angelika, o da Angelina. Leyla, nəsə demək istəyirsən? Hər bir şey için çok sağ olun. Yani həqiqətən dəyər verirəm. Təşəkkürümü bildirirəm ki 28 yıl sonra qovuşdum. Sanki bir boşluğa düşdün, hə? İçimdə çox boşluq var idi amma indi o boşluq elə bil ki doldu. Atana nə demək istəyirsən? İzlədin ananın taleyini. Deyəcək sözün varmı ona? Yəqin ki, baxır bizə. Vicdanına buraxıram hər şeyi. Vicdanına. Canım benim. Hər şeyi. İçmiş vicdana geri dönmür. Çok. Vicdan olsaydı sen o yazık kadının, kömeksiz kadının kucağından oğurlanmazdın. Sen oğurlanmışsan Leyla. O kadını az qala dəli eləyibdilər ki, sən dəlisən, uşaq dünyaya gətirməmisən. Amma mən indi inanıram ki o indi mənim oğlumu görsə yəni o şəkildəkidir yəni. Oğlu eyni. Это маленькая. Да, она была. Я ей ему, конечно. Я, конечно, ему не простила, конечно, что вот он давал деньги на аборт, чтобы я сделала аборт и Mən так onu далее. bağışlamıram. Ну, пошантажировал всякими фотографиями, чтобы я вернулась опять к нему. Ну, я никогда его не прощу. Извини, конечно. Yəni öz fikrində hörmətlə yanaşıram. Mən maraqlı biraz sahip çıxırsan ki uşağın. Leyla Hayır, xanımla sahip yaxşı falan çıxmayıb. Apar, oradan götürüp getirip neyse o gitmişti diye ona qayıtmayaq, başka taleler var. Benim için hansı millet olursa olsun, Rus olabilir, İtalyan olabilir, İngiliz olabilir, Azerbaycanlı olabilir. Ama elinden zorla evladı alınan ve azap çeken her bir kadın benim için doğmadır, Angelika. Bir daha ayrılmayın. Bir sık ellerinden tutun ve terk edin buranı. Gedin. Beraber olmak için, gezmek için, birlikte zaman geçirmek için ve ne kadar dehşetli bir sahnedir ki kız öz anasının dilini bilmiyor. Çok təəssüf edirəm ki Leyla bugün anasıyla tərcüməçi vasitəsilə danışacaq. Bu da bir dəhşətli səhnədir.